düşünürəm ki, hər bir kurs və ya hər bir tədris mərkəzi mən nə təsir verirəm sualı altında işə başlamalıdır. Salam dəyərli izləyicilər. Bugünkü mövzumuz təlim mərkəzləri və kurslar haqqındadır. Fərid bəy, sizcə insanlar ümumiyyətlə kurslara niyə müraciət edirlər? Bu gün kurslar həqiqətən bilik qazandırırmı, yoxsa sadəcə bir biznes modelinə mi çevrilib? Tələbələr əsasında şagirdlərin kurslardan gözləntiləri fərqli olur. Bu ola bilsin hər hansı bir uşaqların reytinq xətrinə və ya da prestijləri olsun deyə gedirlər. Əsasında biz görürük ki, bir çox orta məktəb şagirdləri başqaları kursa gedir, başqalarından mən geri qalmayım məqsədli təlim mərkəzlərinə müraciət edirlər. Bəzən də elə olur ki, sırf valideynlərin istəyi ilə uşaqlar hansı bir kurslara müraciət etmək istəyirlər. Bu dəyişən situasiyalardır. Biz gərək kurs mərkəzlərimizdə və ya da digər kurslar bunu düşünməlidirlər ki, biz uşaqlardan nə istəyirik və yaxud da biz uşaqlara nə öyrətmək istəyirik. Bunlar ikisi qarşılıqlı olmalıdır. Çünki uşaqların bizdən istəyi ilə bizim uşaqlara öyrətmək istədiyimiz fərqli ola bilər. Məsəl üçün dediyim kimi, ola bilsin ki, bizim yanımıza gələn uşaq və yaxud da hər hansı bir kurs mərkəzinə müraciət etmiş uşaq, tələbə və yaxud da hər hansı bir şəxs sadəcə reytinq xətrinə müraciət etmiş ola bilər. Çünki bəzi kurslarımızın reklamlarına biz fikir veririk ki, reklamları onların verdiyi təhsildən daha üstündür. Yəni biz o kursları reklamlarına görə tanıyırıq. Nəinki orada hansı dərs keçirilir, oranın müəllimi kimdir, ümumiyyətlə oranın tələbələri hara müraciət edir, oranı bitirdikdən sonra bunları heç bilmirik. Amma onların reklamı o qədər güclü olur ki, biz onların reklamları ilə yadda saxlayırıq. Burada belə bir sual yaranır. Kurs mərkəzləri uşaqlara nə öyrədir? Düzdür. Bir də ki, son dövrlər internetdə onlayn kurs mərkəzlərinin reklamı çox gedir. Sizcə onlayn kurslar canlı tədrisi əvəz edə bilərmi? Müəyyən kurslar var ki, onların öyrədilməsində canlıya ehtiyac yoxdur. Amma elə kurslar var ki, onların onlayn keçirilməsinə ehtiyac yoxdur. Yəni bunlar bir-birinin tərsidir. Yəni elə kurs var, orada hökmən uşaq praktiki iştirak etməlidir. Elə kurs var ki, orada praktik iştirak etməyə bilər. Lakin bu dəyişkən situasiyadır. Məsəl üçün ingilis dilini götürək. İngilis dilində fiziki nəsə bir iş görülmür. Sadəcə danışıqdır. İngilis dilində amma elə vaxt ola bilər ki, uşaq məsələn müəllimin qarşısında olanda həyəcanlı olur, həyəcanını sonra itirə bilir və yaxud o mühitdə olur, onun danışıq qabiliyyəti dəyişir. Belə situasiyalarda biz deyə bilmərik ki, onlayn təhsil yaxşıdır və yaxud da pisdir. Ona görə biz burada hamısını bir-bir yoxlamalıyıq ki, hansı uşaqlar, hansı mühitdə, hansı formada tədrisi daha çox qavraya bilir. Yəni bu dediyim kimi də ola bilsin ki, bir robotexnika kursu olsun. Bəli. Biz görürük ki, robotexnika kursunda onlar danışırlar ki, biz uşaqlara onlayn tədrislə 3 aya robotexnikaya öyrədə bilirik. Lakin bu gəlin görək bu belədirmi? Əlbəttə ki, belə ola bilməz. Çünki fiziki nə isə orada edilməli olan kurs onlayn heç vaxt nəsə öyrədə bilməz. Bu ola bilsin ki, qarşı tərəf və ya hər hansı bir kurs deyə bilər ki, biz onun proqram tərəfini və yaxud da onun nəzəri tərəfini ilk özü öyrədirik və bu onlayn olmalıdır. Bu əlbəttə bir növ biznes modelidir. Nəyə görə biznes modelidir? Çünki hər hansı bir kurs bunları öyrətmək üçün fiziki bir yer özünü götürməlidir ki, uşaqlar ora çəksin. Uşaqlar gələndən sonra uşaqlar orada şərait yaratsın, onlara texnika versin, onlara avadanlarda istifadə şərait yaratsın. Bunlar hamısı maddi baxımından gəlir tələb edir. Ona görə bəzi kurslar bunları öz boynundan atmaq məqsədi ilə girişdə onlayn kurslar təqdim edir ki, uşaqlar onlayn qoşulsunlar və daha sonra onlara praktiki təlimlərə cəlb edə bilər. Biz hər şeyi başımızla çərçivələyə bilmərik. Məsələn, rayonda bir şagird var. Bakıda olan bir kurs haqqında maraqlanıb, o kursun tələbəsi olmaq istəyir. Biz deyə bilmərik ki, biz hər hansı bir rayonda kursun filial açaq və yaxud da oradakı belə bir kurs yoxdurmu ki, uşaq orada müraciət etsin. Bunlar hamısı dəyişən situasiyalar. Ona görə şəhərdə, yəni Bakı şəhərində olan kurslar onlayn tədrisi sırf bu məqsədlə istifadə edə bilər. Rayonda olan tələbə qoşulsun, onların onlayn təlimlərində iştirak etsin. Burada yenə də bayaq dediyim mövzu yenə də sual yaradır. Az öncə dediyim kimi, onlayndan verilən effekt nə dərəcədə yaxşıdır ki, rayondakı tələbə onlara müraciət etsin. Yəni bu belə deyək, çoxlu sual yaradacaq bir situasiyadır. Yəni biz həm belə şeylərə yaxşıdır, pisdir və yaxud da bu uyğundur və yaxud uyğunsuzdur deyə bilmirik. Ona görə düşünürəm ki, hər bir kurs və yaxud hər bir tədris mərkəzi mən nə təsir verirəm sualı altında işə başlamalıdır. Bəzi şagirdlər və tələbələr onlayn təhsildən daha çox xeyir alır, nəinki ənənəvi təhsildən. Bu məktəbdə keçirilən dərs metodikalarına aid olmaya bilər. Çünki kurs mərkəzlərində daha çox fənlərdən başqa
ixtisas yönümlü dərslər, təlimlər keçirir. Bu kompüter bilikləri ola bilər, robotexnika ola bilər və s. Bəs sizcə son dövrlər ən çox hansı sahəyə şagirdlər və tələbələr daha çox üst tuturlar? Daha çox IT və robotexnikaya maraq görür ki, günü-gündən artır. Kurslar və tədris mərkəzlərində keçirilən dərslərin orta məktəbdə keçən dərslərdən demək ki, fərqlidir. Çünki bu repetitor hazırlığı kimi bir şey deyil. Kurs və təlim mərkəzlərində daha çox peşə yönümlü təlimlər keçirilir. Bu kompüter texnikası ola bilər, IT sahəsi ola bilər və robotexnika ola bilər. Burada əsas məsələ həmin kursun və ya da həmin təlim mərkəzinin həmin fənləri və ya da həmin o təlim paketlərini hansı metodlarda keçə bilməsidir. Çünki bir çox kurslarda dediyim kimi kursların adından daha çox kurslarda keçirilən o dərsi keçən müəllim daha çox önəmlidir. Yəni çünki biz də bizə müraciət edən uşaqlara, tələbələrə bunu deyirik ki, ən çox bizə gələn suallar odur ki, mən hansı kursa gedim? Əlbəttə ki, hər bir uşaq, hər bir tələbə və ya hər bir müəllim hətta belə bir sual yaradır ki, mən filan şeyi öyrənmək üçün hansı kursa getməliyəm? Biz həmişə belə eşidirik. Biz çox nadir hallarda eşidə bilərik ki, mən hansı müəllimin yanına gedim. Bəli, yəni, çox individual yanaşma. Bəli. Amma burada hansı müəllimin yanına gedim sözü hardan yaranır? Hər müəllimin özünə məxsus dərs keçmə metodikası vardır. Bəzi müəllimlər var, yüksək səs tonu, emosiyalarla dərs keçir. Bəzi müəllim var, uşaqlara xüsusi bir qayğı, rəğbət baxış edərək dərs keçir. Bəzi müəllimlər də var, onu istil elədik, kobud keçir. Biz onların hər hansı birini daha yaxşı, hər hansı birini daha pis deyə bilmərik. Məsəl üçün mənim əvvəl bir müəllimim olmuşdu, çox ciddi idi. Yəni onun dərsində biz heç gülməyin mimikasını elə bilmirdik, amma çox yaxşı dərs keçirdi və çox yaxşı nailiyyətlər mən ondan qazanmışdım. Amma elə müəllimimiz də vardı ki, çox mehribanıdır. Yenə də onun dərsində biz nələrsə öyrənib nailiyyətlər qazanmışdıq. Yəni bu situasiyada biz konkret yenə deyə bilmək ki, hansı metodlar daha yaxşıdır. Lakin hər hansı bir uşağın kəşf olunmasında müəllim metodikasını dəyişə bilər. Müəllimlərin özünün dərs keçmə metodları fərqli olmalıdır. Yəni heç bir müəllimin konkret bir metodikası olmamalıdır. Çünki onun yanına gələn tələbələr dəyişkən olur. Yəni bu gün başqa bir tələbə gələ bilər, bir aydan sonra başqası gələ bilər və ya da bir saatdan sonra yenə başqası gələ bilər. Yəni ki, hər tələbəyə individual yanaşılmalıdır deyə düşünürsünüz. Hər tələbəyə görə təlimlər dəyişməlidir. Yəni müəllim bilməlidir ki, mən bu uşaqla hansı formada danışsam, ona daha yaxşı effekt verə bilərəm. Bu səbəbdən də bizim və ya mənim fəaliyyət göstərdiyim kursda mən özüm tələbələrə hər tələbə ilə sanki ayrı münasibət göstərirəm. Bu tələbənin dərsi qavramasına olan münasibəti dəyişir. Elə tələbələr var ki, onlar sanki onları valideyn kimi rəftar olmasını istəyir. Elə tələbələr var ki, ondan bir sanki sinif yoldaşı kimi rəftar olmasını istəyir. Elə tələbələr də olur ki, onlara konkret lider kimi biri olmalıdır ki, onu çəksin, irəli aparsın. Yəni bu nüanslar ən vacib nüanslardır ki, kurslardakı təhsil sistemində uşaqlarda nələrsə öyrədilməsində ən vacib olan bir məqamdır. Yəni biz də ən əsas bizim eləmək istədiyimiz strategiya hər uşağa, hər tələbəyə və müraciət edən hər müəllimə qarşı onun istəyinə uyğun ona dərs metodikası ilə təlimlər keçməkdir. Bəs bütün kurslara müraciət edəcək olan insanların dilindən sizə bir sual vermək istəyirəm. Bu kurslardan əldə edilən sertifikatlar gələcəkdə iş tapmaqda böyük bir rol oynayır. Sertifikatın özü hər hansı bir kursu bitirməsi ilə bağlı bir növ nailiyyət sənədidir. Biz buna belə bir ad veririk, nailiyyət sənədidir. Bu nailiyyət sənədi orada yazılanla düzgün olduğu halda həmin şəxs iş tapa bilir. Məsəl üçün X hər hansı bir şəxs ingilis dili kursuna gedir və orada hər hansı bir test suallarına cavab verərək o kursun verdiyi B2 səviyyəsində ingilis dilini götürür. Amma ki, gəl görək o B2 səviyyəsindəki kurs həqiqətən B2 səviyyəsində imtahanla mı götürülür? Yəni bəzi kurslar sertifikatları tələbənin öz başından kobudcası desək eləmək üçün edir ki, mən bu tələbəyə 3 ay kurs keçmişəm, bu sertifikatı verim ki, güya bu bunu öyrənib, amma həmin şəxs hər hansı bir yerə müraciət edəndə ona sual verilir ki, burada yazılanı cavab verə bilməyəndə orada günahkar o həmin şəxs özü olur. Çünki o orada aldığı sertifikatın alması üçün verdiyi imtahanın hansı dərəcədə olduğunu çox yaxşı bilir. Və o həmin adam sertifikata görə həmin kursa müraciət edibsə, ona o sertifikatın sadəcə adət formatı lazım.
Yəni adət formatına görə deyildi. Həm həqiqətən sertifikata yazılan o elmlər, dərəcələr onları həqiqətən özü araşdırsa ki, bu dərəcə nə deməkdir və mən həqiqətən o dərəcəni bilirəmsə, o dərəcənin tələb olunduğu iş yerinə müraciət edərək məncə işə qəbul ola bilər.